Müdiriyyəti Namikdir buranın. Abın salonun müdürü mənə. Maşını da Namik buna deyir ki, ged açara Sən maşının var, maşın buranın. Aldılar əlinə apardılar. İcarəyə vermişik gündəyə, ki, Hamısı düşünməmək. cəmaat. Bir ay gecikməklə əlinizdən aldılar. Dedim, bəs qardaşınızla bizim bəs danışıb natar, dedi, nə natarız? Natarız nədir? Sən kim nə deyib, yalan danışır. Qapını arxadan bağla, çıx bayra edir. Nə maşınıza? Mündi mülkiyyətçi mənə vermir. Dedim, mən müqavilə, dedi, o müqaviləni biz yazırıq, biz də dedim, qanun, nə qanun ha, dedi, çıx bayra dedi. Vəssalam. Qasımov Ramin adlı vətəndaş kanalımıza müraciət edərək adı bəlli olmayan avtosalondan şikayətçidir. Bəli, adı bəlli olmayan. Sujetimizi izləyəndə bəzi nüanslara özünüz şahid olacaqsınız. Hələlik isə vətəndaş iddia edir ki, onun 7 minlik maşını salonu işlədən qardaşlar tərəfindən əlindən alınıb. Ətraflı video sujetdə. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq və ümid edirik ki, lazımi qurumlar vətəndaşın şikayətini araşdırıb həqiqətin üzə çıxmasında yardımcı olacaqlar. Özünüzü təqdim edin. Qasımov Ramil Arifoğlu. Mənim başıma elə bir iş gəlib ki, mən şikayətimi, kimə deyim, dərdimi bilmirəm də, sizə deyirəm dərdimi. Mən maşınımı gətirib qoymuşam bu avtosalona, 2000 mənə pul veriblər, 2000 deyil, 1600 mənə pul veriblər. Ki, sənin notariyyat qaydada sənin maşınını şey eləyəcək, narahat olma. Birinci ay mən bulan pulunu... Gətirib qoymuşam bu salona deyərkən kreditə qoymusunuz. Qoymuşam, mənə pul veriblər. Pul veriblər. Aha, neçə minlik maşının qoymusan? 7 minlik maşınımı qoymuşam, mənə 1600 mənə pul veriblər. Elə oldu ki, mən aylığa böldülər ki, bilirsən bura ay-bay 300 pul ödəyəsən, dedim, yaxşı, ödəyərəm. Gətdim, birinci ay elə oldu ki, mən avtobus şoförüyəm, maaşlarımız biraz ləngidir, gətirib verəməm. Birinci ay ləngidim, ikinci ay gəldim ki, bu sizin 2 ayınızın pulu, bir də günə 10 manat cərimə yazırdılar aylığa görə. Dedim, bu da 300 manatdır, 900 manatdır. Dedi, qrafik zadı ver, təzə müqavilə yazaq sənə. Aldılar qrafiki, atdılar sirtməyə, maşını da əlimdən açarlarını aldılar ki, qatın içəri, sənin kimi arendator bizə sərf eləmir. Mən dedim, bu arendator deyiləm, mən şəxsi maşınımı da gətirib qoymuşam mən bura. Sizin adınıza keçmişsin, sizin mülk mənimdir, vermir. Müqavilə, dedi, bu qanunu biz qoyuruq burada, bu qanunu da biz burada rədd edirik. Yəni, ged ürəyin har esti, şikayət elədik. Burayla bağlı əlinizdə nə sənət var? Bir dənə mənim əlimdə burayla bağlı qalıb, buranın vizitkası. Arendavat eləyirlər. Götürürlər bu vizitkadan da atırlar o şeyin içine. Namik, Elşan qardaşlardır. İki qardaş bir-birini tanırlar. Arxasını göstər görüm hansı kredit avtosalonudur. Həmid avtosalonu. Aha, buyurun. Namikə dedim ki, bəs Elşan qardaşım mənə dedi, axı biz notariusa gedəcəyik, müqaviləmiz notariusdan olur. Dedi, nə notarius, sən kimdir, o mənim işçimdir, nə qardaş. Nə qədər gecikməniz vardı? Bir ay gecikməm oldu. İkinci ay getdim ki, gələn pulunuzu, opşu pulunuzu bağlayıram. Aha. Bir ilə verəcəm, elə bir 1600%. İkinci ayda gələn bağlayıram. Mənə qayıtdı ki, Müqavilə təqdim olunub. O yoldaşlar soruşur ki, sizin müqaviləniz necədir? Müqavilə təqdim olunub. Oldu. Müqavilədə nə yazılırdı? Yazı 12 ay, ayda 300. Müqavilədə nə yazılırdı? 12 ay 300 pulun ödənir. Öyrənir. 300 pulunu ödəyər. Qrafik vermişdilər sizə. Qrafik vermiş. Qrafik vermiş. Hər sözü bölməyə ehtiyac yox. Bu da olan şoförüdür. Siz aydınlaşdıra bilərsiniz müqavilə necə idi? Şoförlərdir bunlar. Siz müqavilə bağladınız burada. Bəli. Gedib pulu bankdan götürdünüz, yoxsa əlbəəl verdilər sizə? Əlbəl verirlər. Mənə bank atdılar. Sizə Kartıma. kartınızı, Bəli, bank bəli. kartınızı atdılar. Bəli, kartıma. Yəni hansı bank atdı onu, yoxsa kimin adından bura şəxsi addan atdılar? Şəxsi addan atdılar. Bəli. Dövlət bankı zadı yoxdur bulan öz. Buradan kimə müraciət edirsiniz? Pulu mənim kartıma atan Elşəndir. Elşən də bu obyekti quran qardaşıdır. Namik. Namik qardaşıdır. Əziz izləyicilər, xatırladıram ki, biz gördüyünüz bax bu avtosalonun qarşısındayıq. Şikayətçi şikayət etdi və ona olunan dələduzluqdan danışdı. Gördüyünüz bu avtosalon, bax dedi, bu avtosalondur. Lakin baxın, üzərində heç bir şey yazılmamışdır. Yəni bilinmir ki,
hansı təşkilatdır, hansı təşkilatla işləyirlər və Nə maşın məcbur almışıq o maşın. Maşın biz bir ay gecikməklə necə almısınız? Gedində mənim salonumda bura ged. Bir ay gecikməklə necə almısan? Necə almısan? Sən almısan. Sən maşınındır. Bəli. Sən maşınındır. Qulaq as. Odur səninki. Sən niyə şərriysən adam? O sənin maşının deyir Bu ki. da olan şeyler işçisidir burada. Allah bəla verməsin sən yazdıqsan. O sənin maşınında kişi. Burada qara 07 yoxdur axı, bu göy 07-dir. Neçədə nömrəsi? Qulaq as, sən yalancısan. Heç birdən belə yalan danışır. Görüm də deyir, bu göydür, qara deyil axı. Qulaq as, sən bura girə bilməzsən. Bura Bilib mənim. girmirəm,